Yox, yaxşı maşın. Gedək orada çəkişir. Peki düşək reklam edək. Orada. Bu maşını Nazır xanım sürə bildi, maşallah, həqiqətən. 2 motor, elə, avtomat korobka, Nissan Qashqai, monitoru. Hətta monitorun belə salafanı asılmayıb. O monitorun salafanı belə asılmayıb. Təp-təzə. İli buraxılış 2012, 2 motor avtomat korobka. Qiyməti də ucuz. Qiymət də münasibdir. Həm də kredit şərtlərimiz də var ki, siz də bu avtomobilin sahibi ola bilərsiniz. Kredit şərtləri çox asandır. Avtomobilə gəlirsiniz, yerində canlı baxırsınız, sürürsünüz, yoxluyursunuz, bəyəndiniz, dərhal bir dənə zəng açırsınız. Bəli. O zəngdə arendator olacaq. Bəli. Xanım maşındır, xanım da maşallah keçək qulluq elibdir. Bütün nə rasxodu var, hamısı ödəyib. Hal-hazırda maşın rasxodu yoxdur. Otur sür maşındır. Yağ yemək yox, motorda korobkana atma, vurma yoxdur. Tam normal avtomobildir, qiyməti də çox münasibdir. Yekun qiymət maşın sahibi qeyd eləyir ki, 16.000 manat olacaq. Çünki 1000 manat birdən-birə düşdülər. 17.000-dən 16.000-ə keçdi. Sok kraskaları var, maşın bez detalda, Sürülən burğulu da yoxdur. maşında olan şeydə, o da ki, maşın hazır göz qabağındadır, sürülür. Əlaqə nömrəsi. Əlaqə nömrəsi deyək. 070 070 309 309 1970. 1970. Zəng gelir inşallah sahibi maşına canlı baxdıktan sonra olabilir cüzi indirmələr. Maşının buraxılışı qeyd elədik. 2012. 2012-də 2 motorlu, sürətlər düz avtomat, kondisionerlər oluyor. Hamısı hazır vəziyyətdədir, otur sür də maşın. Dayı nömrəsini. Hə, dedik nömrəni dedik. Nömrə qeyd olundu. Bir dənə qabaqdan belə Bir dənə ön tərəfdən göstərək. Mini SUV şəhər içində sürməyə də gözəl təklifdir. Əgər bəyəndinsə, Ekonomisi maşın. yaz gözləyirəm. Allah var. Allah satanı, alana da xeyir versin.